Xırdalan şəhərində prospekt yola təxminən 200-250 metrlik məsafədə 2 ailə üçün nəzərdə tutulmuş Kupçalı belə bir həyət evi təqdim edirəm. Həyətinə rahatlıqla avtomobil daxil olur. Görürsüz. 2 ailənin yaşaması üçün rahatlıqla bir şərait var. Yəni ayrı-ayrı girişlərdir. Birinci mərtəbə, ikinci mərtəbə. Evdə uzun müddətli yaşayış yoxdur. Biraz təmirə ehtiyacı var. Sənəd kupçadır. Torpağın da evində kupçası var. Birinci daxil oluruq. Birinci mərtəbədən sizlərə təqdimata. Sağda mətbəximizdir, görürsüz. Solda qonaq otağı. Bu şəkildə. Qeyd etdiyim kimi, kosmetik təmirə ehtiyacı var. Sənəd paket kupçadır. Torpağın və evin kupçası var. Qoşa daşla tikilib. Birinci mərtəbə 3 otaq. İkinci mərtəbədə əlavə olaraq 3 otaq. 6 otaqdan ibarətdir. Hər bir mərtəbədə sanuzel qovşağı mövcuddur. Dəyərli izləyicilər, Xırdalan şəhərində Avpark yaşayış kompleksinin tam olaraq qarşı hissəsində yerləşir. Görürsünüz, Avparkın binalarıdır bu binalar. Prospekt yola da yaxın məsafədədir. Həyətinə rahatlıqla avtomobil daxil olur. Qazı, suyu, işığı daimi fasiləsizdir. 24 saat. Zirzəmisi var, kombisi var. Mətbəx mebeli quraşdırılıb. Sənədi kupçadır. Qalxırıq ikinci mərtəbəyə. Təbii ki, ikinci mərtəbədə birinci mərtəbə ilə eynən proyektdədir. İkinci mərtəbədə də 3 otağımız yerləşir. Burada eyvan hissəsidir. Daxil oluruq ikinci mərtəbəyə. İkinci mərtəbədə bu şəkildə daxil olan kimi mətbəx. Solda qonaq otağı. İrəlilədikdə bir otağımız buradadır. Hər iki mərtəbədə kombi sistemi hazır vəziyyətdədir. Radiatorlara qədər hər biri quraşdırılıb. İkinci mərtəbənin sanuzel qovşağıdır. Yerləşmə yeri bir daha qeyd edim sizlər üçün Xırdalan şəhərində. Avpark yaşayış kompleksi yaxınlığında Heydər Əliyev prospektinə təxminən 200-250 metrlik məsafədə yerləşir. Yaxşı ərazidə yerləşir. Sənəd kupçadır. Ətraflı məlumat almaq üçün buyurub bizimlə əlaqə saxlaya bilərsiniz, dəyərli izləyicilər. Sizin də satışda əmlaklarınız, mülkləriniz varsa, buyurun bizimlə əlaqə saxlayın. Biz sizə onların satışında köməkliyi göstərə bilərik. Giriş qapısı bu hissədə belə bir. 2 ailə bu evdə rahatlıqla yaşaya bilər. Yəni heç birisinin bir-birinə maneçiliyi olmadan 3 otaq yuxarıda, 3 otaq aşağıda. Pəncərələrin qarşısı da açıqdır. Bu günə bu qədər.